başı bu tərəfə, daşdıq sallara, sonra sideniyəni qaldırdı. Qaldırdı, uzanlı qoydu. Necə əmin oldunuz ki, artıq ölür? Bu dəbəlmir da, şey Aras nəbzini yoxladınız. Hə, yəni baxdım ki, boğaz nəzarından yəni hərəkəti nəfəs gəlmirdi. Bəli, yerləşdirdikdən sonra sideniyi qaldırdım belə buradan. Ha, necə eləmisiniz elə? Buraya gəl. Siz avtomobildən düşmüsünüz? Yox, avtomobildən yerə düşməmişəm mən. Elə burada oturaraq narkotik qəbul elədim təzədən. Nə narkotik? Kokosla şüşə. Üstünüzdə var idi maşında. Bəli, özümə lazım olan qədər yəni tapmışdım yəni. Həmin vaxt Elvin aradaydı. Elvin də maşındaydı. Bundan sonra sizin söhbətiniz nədən ibarət oldu? Nə hərəkət elədim? Neçə dəqiqə maşın burada qaldı? Söhbət eləyənmədik. Yəni fikrimiz, onun da fikri yəni deyim. Dedim ki, tabu buradan çıxaq tez baba. Bununla ağaraq eləyək. Mütvar dedi ki, ta çıxmışıq, yox buranın gedirik. Dedi, aparaq Sabirabada. Möhkəm danış biraz. Dedi ki, aparaq Sabirabada. Oradan körpüdən ataq, ayağına daş bağlayaq ataq. Dedim, yox, aparaq Şəki tərəfə. Şəki tərəfə yolda tiskinli idi, elə buralarda tiskinli idi. Yağış yağırdı? Yağış yağırdı, bəli. Duman tiskin var idi, sürdük getdik. Sürdüz getdik. Ara gedəcəyiniz barədə nə? Birinci mən dedim ki, gedək Sabirabada. Aparaq Sabirabada. Sabirabada niyə? Mən oraları yaxşı tanıyırdım ona görə. Dedim Sabirabada gedək, yəni orada kürə atarıq da, bir dənə daş bağlayıb başına atarıq kürə. O dedi ki, yox, gedək Şəkiyə. Siz əvvəllər həmin bu göstərdiyiniz ərazidə, Xocəsəndə olmusunuz mu? Yox, mən heç buradan keçməmişəm də. Bəs o İsmaildə Tubu kəndi deyilən ərazidə Xeyr, ilk dəfə gedirdiniz? Birinci dəfə idi. Burada əvvəllər olmuşdun sən? Xeyr.